Diqqət mərkəzindədir. Fərqli bir məsələdən danışacağıq. 20 oktyabr, 20 noyabr tarixləri uşaq hüquqları aylığı kimi qeyd olunur. Aylıq çərçivəsində uşaqların maarifləndirilməsi mövzusunda da müəyyən təlimlər, tədbirlər həyata keçirilir. Ən çox hansı hallarda uşaq hüquqları pozulur, araşdırmışıq. Hər bir insan öz həyatının mənasını və gələcəyini uşaqlarda görür. Uşaqlar hər bir ailəyə xoşbəxtlik bəxş edir. Uşaqlar cəmiyyətin gülüdür, çiçəyidir. Uşaqlar hamımızın həm bu günüdür, həm də gələcəyidir. Ölkədə hər zaman uşaq hüquqlarına xüsusi diqqət ayrılır. Tarixinə gəldikdə isə 1989-cu il noyabrın 20-sində BMT-nin Baş Məclisinin 44-cü sessiyasında uşaq hüquqları haqda konvensiya qəbul olunur. Hüquqi sənəd ümumilikdə 196 ölkə tərəfindən dəstəklənir. Beynəlxalq müqavilə uşaqların hüquqlarını tam şəkildə qorumağa imkan verir. Həmin hüquqlar uşaqlara təhsil, səhiyyə, zorakılıqdan müdafiəyə və onların söz sahibi olmaq hüquqlarına qədər hər şeyi əhatə edir. Azərbaycan 1992-ci ilin 13 avqustunda bu konvensiyaya qoşulub. Ölkəmizdə uşaq hüquqları haqda qanun isə 1998-ci il mayın 19-da qəbul edilib. Öz əhəmiyyətini bugün də saxlayan hüquqi sənəd 45 maddədən ibarətdir. Ölkəmizdə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Azərbaycanda uşaq hüquqlarının qorunması dövlət siyasətinin prioritetlərindən biridir. Qanunvericilik islahatlarının dərinləşdirilməsi, sosial xidmətlərin gücləndirilməsi, təhlükəsizlik və müdafiə mexanizmlərinin inkişafı, eləcə də maarifləndirmə işlərinin genişləndirilməsi bu istiqamətdə kompleks yanaşmanı təmin edir. Növbəti illərdə əsas məqsəd bu tədbirlərin real nəticəyə çevrilməsi, uşaqların həyat şəraitinin daha da yaxşılaşdırılması və hər bir uşağın təhlükəsiz, sağlam və xoşbəxt gələcək imkanına sahib olmasıdır. 2006-cı ildə yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət